Komandalar artıq meydandadırlar. Heyətlərlə tanış ola bilərik. Başlayaq Neftçidən. Komandamızda qapını 1 nömrə Kamal Camalzadə qoruyacaq. 5 komandanın kapitanı Ruslan Quliyev, 4 Fəqan Mustafayev, 6 Şikar, 7 Bəxtiyar Qədirov, 8 Rəşad Şirməmmədli, 9 Ümid Hüseynov. Qonaq komandanın heyəti isə bu cürdür. Qapıda 1 nömrə Oktay Mehrəliyev, 10 komandanın kapitanı Murad İsmailov, 2 İbrahim Sadiqli, 4 Vaqif Nəbiyev, 5 Roman Fərzəli, 6 Əhəd Hacızadə, 7 Daniil Rəcəbov. Fit səslənir və maç başladı Neftçiyə. Uğurlar arzulayırıq. Topu oyuna Neftçi futbolçuları daxil etdilər. Geriyə ötürmə Kamal Camalzadə. Tunar Əskərzadə. Tunar döndü. Əskərzadə cərimə meydançasında ötürmə edir. Top qapıdan keçir. Top qapıdan keçir. 6-cı dəqiqənin tamamında Qarabağ oyunda hesabı açır. Tunar Əskərzadə fərqləndə əslində o qapı qarşısına ötürmə edirdi. Ancaq top deyəsən kiməsə dəyərək qapıdan keçir. Qapıdan zərbəni yerinə yetirdi. Ötürmə sol canaha. Top meydandadır. Nail. Onun ötürməsi Ümid oyundan kənar vəziyyətdədir. Əslində deyildi. Burada Vaqif hardan gəldi? Təkrarını izləyək. Yox, burada oyundan kənar vəziyyətdən söhbət gedə bilməz axı. Vaqif hardadır? Hakim hara baxır? Ümid də burada topu bir qədər narahat qəbul eləmişdi, amma istənilən halda Vaqif gəlib çatana qədər dönə də bilərdi, zərbə də indirə bilərdi. Gör nə qədər geridən gəlir. Hakim görmürmü onu yan xəttə hakimi? Sol canaha ötürmə. İndi Qarabağ hücumdadır. Ötürmə qapı qarşısına. Zərbə indirilir qapıya və hesab olur 2-0. Və qarşılaşmanın hakimi oyunda ilk hissəni bitirir. Fit səslənir və ikinci hissə başladı Neftçiyə. Uğurlar arzulayırıq. Petkukay topu oyuna daxil edəcək. Bir qədər əvvəl ötürməsi pis alınmamışdı. Görə bir dəfə ötürmə necə alınacaq? Zərbə indirən olacaqmı? Fit səslənir. Petkukay topa yaxınlaşır. Ötürmə cərimə meydançasına. Zərbə indirilir və top qapıdan keçir. 77-ci dəqiqədə Neftçi fərq azaldır. Standart vəziyyətdən sonra burada qapı qarşısına Petkukay topu ötürdü. Ardınca daha bir ötürmə izlədik. Sonda isə top qapıdan keçdi. Son zərbəni indirən ötürməsini edir, qarşılayırlar və bununla da maç başa çatır.